Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub. ARB 24-ün xüsusi müxbirinin verdiyi məlumata görə bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin ümumi sayı 568-ə və ya 2243 nəfərə çatıb. Artıq öz evim var, bu da qızımın evidir. Qızımın ailəsi bugün gəlib yığılır, şükürlər olsun. Qohum əqrəba hamısı buradadır, birləşmişik, hərəmiz bir tərəfdəydik, bir-birimizi illərlə görmürdük, nəvələrimi görmürdüm, şükür bugünə. Hamısı yaxınlaşıb, gəlib, şükürlər olsun. Mən vallahi dilimə sözü gətirə bilmirəm, danışa bilmirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, onların valideynlərinə səbir versin. Xocavənd rayonuna yola salınan növbəti köç karvanı da Qırmızı Bazar qəsəbəsinə çatıb. ARB 24-ün xüsusi müxbirinin verdiyi məlumata görə bu mərhələdə qəsəbədə 16 ailə və ya 55 nəfər məskunlaşdırılıb. Qeyd edək ki, bugün həmçinin Zəngilan rayonunun Məmmədbəyli kəndinə də köç olub. Kəndə çatan sakinlərin qarşılanma mərasimi baş tutub. Bu mərhələdə Məmmədbəylidə 33 ailə, yəni 177 nəfər məskunlaşdırılıb.